Salam hörmətli dinləyicilər. Bugün güvən nəşrlərinin keçirdiyi sınaq 6 imtahanının riyaziyyat suallarının izahını verəcəm. Birinci sual. NA birləşir B bərabərdir 42, NA çıxılsın B bərabərdir X və NB çıxılsın A bərabərdir 2X. A ilə B-nin kəsməsi 12 olarsa, NB-ni tapın. Deməli, Eyler-Venn diaqramı çəksək burada. A çoxluğu, B çoxluğu, A çıxılsın B olur X. A ilə B-nin kəsməsi 12, B çıxılsın A isə 2X-dir. Toplam 42 olduğu üçün deməli X üstəgəl 12, üstəgəl 2X bərabərdir 42, 3X bərabərdir 30, X bərabərdir 10-a. NB isə bərabərdir 12 üstəgəl 2X, yəni 12 üstəgəl 2 vurun 20, cavab olar 32, yəni cavab D bəndi 32. İkinci sual, kök altı 2 bölünsün 2 plus kökdə 5, üstəgəl kökdə 2 bölünsün 2 minus kökdə 5. Deməli, ortaq məxrəc hər ikisinə 2 plus kökdə 5, 2 minus kökdə 5 çıxarsaq, yuxarıda olar kökdə 2 vurulsun 2 çıx kökdə 5, kökdə 2 vurulsun 2 plus kökdə 5. Buradan da bərabərdir. Məxrəc olar 4 çıx 5, yuxarıda isə olar 2 kökdə 2, çıx kökdə 10, üstəgəl 2 kökdə 2, üstəgəl kökdə 10 bərabərdir. Kökdə 10'lar gedir, qalır 4 kökdə 2 böl mənfi 1, bu deyir mənfi 4 kökdə 2, yəni cavab C bəndi mənfi 4 kökdə 2. Üçüncü sualda isə AB kökdə 5, AD kökdə 11 olarsa və DC də bərabərdir 2BD olduğu üçün bura X yazsaq, bura 2X olar. BD'si üç bıçağın sayısını tapın. Pifagor teoremi görə yaza bilərik ki, X kvadrat bərabərdir 5'in kvadratı, üstəgəl kökdə 11'in kvadratı. Bir də 25 üstəgəl 11, 36. X oldu 6. Onda buradan çıxır ki, DC də bərabərdir 12. Onda S üçbucaq BDC bərabərdir 2'də 1 vurulsun DC vurulsun AB. Çünki DC tərəf oturacaqdır. DC tərəfinə çəkmiş hündürlüyü isə AB-dir. Buradan da alırıq ki, 2'də 1 vurulsun 12 vur 5. Bu da oldu 30. Deməli, cavab D bəndi 30. Dördüncü sual. 0,1 bölü 0,1 çıxılsın 6,6 bölü 0,22 çıxılsın 36 bölü 1,8 ifadəsinin qiymətini tapın. Birincidə sürət məxrəci 1000'ə vursaq, yəni vergül 3% sağa sürürsək, burada 1, yuxarıda isə 100 qalır. 3% sağa sürüşdürdüyümüz zaman çıxılsın burada 2% sağa sürüşdürdüyümüz zaman 22, yuxarıda isə 660. Burada isə 1% sağa sürüşəcək, yəni sürət məxrəci 10'a vursaq 18, yuxarıda isə 360. Bu da elədir 100 çıxılsın 660'ı 20'yə böləndə 30. Bu da çıxılsın 360'da 18 böləndə 20. Cavab oldu 50. Yəni Y bəndi 50. 5-ci sual. 2 metr uzunluqdakı məfdili elə iki hissəyə bölün ki, məftilin uzunluğunun uzun hissəyə nisbəti uzun hissənin kiçik qısa hissəyə nisbətinə bərabər olsun. Alınan hissələrin kiçiyi neçə metrdir? Deməli, məftil deyək ki, burada AB, burada C, bura X desək, bura olacaq 2 minus X. Onda məftilin uzunluğu AB deyək ki, 2 metrdir. 2 bölünsün 2 çıx X, uzun hissə AC olarsa, uzun hissənin də X-ə nisbət dediyinə görə 2 çıx X-in də X olan nisbət. Buradan alırıq ki, 2 çıx X-in kvadratı bərabərdir 2X.
Bunun da kvadrat 4 üstə gəl. X kvadrat çıx 4x bərabərdir 2x. Buradan alırıq ki, x kvadrat çıx 6x üstə gəl 4 bərabərdir 0. İndi diskriminantı tapsaq 36 çıx 16 bərabərdir 20. x1 bərabərdir 6 çıx kök altda 20 bölü 2. Bu da eləyir 3 6 çıx 2 kökdə 5 bölü 2. Bu da eləyir 3 çıx kökdə 5. x2 bərabərdirsə olur 3 minus kökdə 5. 3 plus kökdə 5 ola bilməz. Çünki 3 plus kökdə 5 2-dən böyükdür. Ona görə cavab olur 3 çıx kökdə 5. Yəni cavab A bəndi 3 çıx kökdə 5. 3x minus 3-də 2x plus 1 kəsir. Düzgün kəsir olarsa, x-in ala biləcəyi ən kiçik tam qiymət tapın. Deməli, düzgün kəsir olması üçün 2x plus 1 kiçikdir 3x minus 3 olmalıdır. Buradan isə 2x kiçikdir 3x kiçikdir mənfi 3 çıx 1 mənfi x kiçikdir mənfi 4 x böyükdür 4. 4-dən də böyük ən kiçik tam qiymət 5 olur. Cavab olur 5 D bəndi. 7-ci sual. Diametri 6 cm olan dairənin sayəsini tapın. Deməli, bunun üçün radius diametrin yarısı olduğu üçün D bölü 2. Radius olur 6 bölü 2 3. Sahə də pi r kvadrat. Bu da olur 9 pi. Yəni cavab Y bəndi 9 pi. 8-ci sual. Bir şagird bir ustanın gördüyü işin 1/3 qədər iş görə bilir. 3 şagird 4 usta 20 kostyumu 12 günə tikə bilirsə, 12 şagird 6 usta 30 kostyumu neçə günə tikə bilər? Deməli, bir şagird bir ustanın gördüyü işin 1/3 qədər iş görə bilir. Deməli, 3 şagird bərabərdir 1 ustaya. O zaman burada 3 şagird 4 usta varsa, 3 şagirdin gördüyü iş 1 ustaya bərabər olduğu üçün elə bil ki, burada 5 usta olmuş olur. 5 usta 20 kostyum 12 gün tənasüb qursaq. 12 şagird 6 usta. 12 şagird 1/3 qədər iş gördüyü üçün ustanın. Bu da 4 şagird olur. 12 şagird elə bil ki, 12 şagird 4 usta deməkdir. Onda 6 usta 12 şagirdlə 4 ustaya bərabər olduğu üçün olur 10 usta 30 kostyumu da x günə görər. Burada isə 5 ustanın gördüyü iş 20 kostyum. Bu düz mütənasibdir. Amma günlə tərs mütənasibdir. Ona görə yazırıq 5 vur 30 vur 12 bərabərdir 10 vur 20 vur x. Çarpaz vururuq. Buradan da alırıq ki, x bərabərdir 5 vur 30 vur 12 bölünsün 10 vur 20. Buradan isə alırıq ki, 5 vur 20 12 5 vur 12 60 vur 30 20 vur 10. 60'ı 20'ye böləndə 3 dəfə, 30'u da ona böləndə 3 dəfə cavab olur 9. Yəni D bəndi. 9-cu sualda isə yarışda iştirak edənlərin 70% oğlanlardır. Yarışda iştirak edənlərin 18 nəfəri qız olarsa, oğlanların sayını tapın. Deməli, 70% oğlandırsa 30% qızdır. 30% 18 isə 70% x-dir. Buradan da 30 vur x bərabərdir 18 vur 70, x də bərabərdir. Buradan sıfırlar getdi. 18 vur 7 böl 3 42. Deməli, oğlanların sayı 42 nəfərdir. Cavab C bəndi 42. 10-cu sual. X kvadrat çıx x çıx 6 kiçikdir 0 bərabərsinin ən kiçik tam həllini tapın. Deməli, bunun köklərini tapsaq, x kvadrat çıx x çıx 6 bərabərdir 0. Viet teoremə görə yazsaq, köklərin cəmi 1, hasil isə -6-dır. Bu isə
x1 bərabərdir mənfi 2, x2 bərabərdir 3 vuranda mənfi 6, toplayanda müsbət 1. Ədəd oxu üzərində qeyd eləsək, x kvadratın əmsalı müsbət olduğu üçün sağda müsbət, mənfi, müsbət. Kiçik olduğu üçün cavab olur mənfi 2, 3. Bu arağa daxil olan isə ən kiçik tam həll, cavab olur mənfi 1. Yəni cavab C bəndi mənfi 1. 11-ci sualda isə ABCDY düzgün beşbucaqlısında BD və CY diaqonallar olarsa, BFC bucağını tapın. Deməli, burada diaqonallar olduğu üçün, düzgün beşbucaqlı olduğu üçün BCD bərabər yanlı üçbucaqdır, CDY də bərabər yanlı üçbucaqdır. Onda düzgün beşbucağının da bir daxili bucağı 360 böl 5, bir xarici bucaq olur 72, 180 çıx 72, bir daxili bucaq olur 108 dərəcə. Bu 108 ise bərabər yanlı olduğu üçün 180 çıx 108 böl 2, bu deyir 72 böl 2, 36 dərəcə. Deməli, bura 36'dır, bu bucağı da 36'dır. İndi eyni qaydada onda CDY olduğu üçün bu bucağı da olur 36 dərəcə. BFC'ni soruşduğu üçün BFC isə CDF üçbucağın xarici bucağı olur. Bir xarici bucaqda ona qonşu olmayan iki daxili bucağın cəmi olur. Ona görə 36 BFC'də olur 72 dərəcə. Yəni cavab D bəndi 72 dərəcə. 12-ci sual. A müsbət ədəd olarsa aşağıdakılardan hansı mənfidir? Deməli, A üstə mənfi 2, 1 böl A kvadrat olur. Bu müsbətdir. Bu getdi. B bəndində isə mənfi olur müsbət. A üstü mənfi 2 olduğu üçün bu da olur 1 böl A kub. Bu da müsbətdir. Bu da sayılmır. A üstü mənfi 5, A üstü mənfi 5, 1 böl A üstü 5 eləyir. A müsbət olduğu üçün bu da müsbətdir. Sayılmır. D bəndi mənfi vuranda müsbət olur, müsbət A kub, bu da müsbət olur. Y bəndi isə mənfi 1 böl A üstü 3 olur. A müsbət olduğu üçün mənfi 1 böl A kub da kiçikdir 0 olur. Yəni cavab Y bəndi mənfi A üstü mənfi 3. 13-cü sualda isə üçbucağın daxili bucaqları alfa, beta, qammadır. Deməli, alfa böl beta bərabərdir 2-də 1, alfa plus beta bərabərdir 2 qamma. Deməli, üçbucağın daxili bucaqları alfa plus beta qammadırsa, bunların cəmi 180 dərəcədir. Alfa plus beta 2 qamma olduğu üçün bərabərdir 180, 3 qamma bərabərdir 180, qamma bərabərdir 60. Deməli, qamma 60 ise diğer iki daxili bucağın cəmi olacağı neçə? 120 dərəcə. İndi alfa böl beta 1 bölü 2 olduğu üçün alfa k, beta da 2k olduğu üçün 120. Burada ise 3k bərabərdir 120. K da bərabərdir 40 dərəcə. K da 1k olduğu üçün elə cavabı almış 40 dərəcə. Yəni cavab C bəndi. Alfa 40 dərəcədir. 14-cü sualda isə Px bərabərdir 2x olarsa, deməli Px 2x-ə bərabər olması üçün x kvadratın əmsalı ilə hər ikisində x kvadratın əmsalları bərabər olmalıdır. Yəni b çıxa bərabərdir 3. İndi burada c-nin x-in əmsalı yoxdur. Yəni burada c vur x, demək x-in əmsalı 0 olub. C bərabərdir 0. A isə sərbəst həddir. Sərbəst hədd burada mənfi 5 olduğu üçün A bərabərdir olur mənfi 5. Onda B çıx, B bərabərdir 3 plus A, yəni 3 üstə gəl mənfi 5. Onda B də oldu mənfi 2. Bizdən isə soruşur A üstə gəl, B üstə gəl, C. A mənfi 5, B mənfi 2, C də 0. Cavab oldu mənfi 7. Yəni B bəndi cavab mənfi 7. 15-ci sualda isə AB düz xətti O və O1 mərkəzi çevrələrə A və B nöqtələrində toxunur. Radiuslar müvafiq olaraq 5 və 3 cm olan çevrələrin bir-birinə ən yaxın məsafəsi 2 cm olarsa, AB məsafəsini tapın. Bir-birinə ən yaxın məsafə dediyi üçün biz
Bura bir dənə K, burada bir dənə M yazsaq, yəni KM. KM bərabərdir 2. İndi AB məsafəsini soruşur. Radiuslar isə biri 3, biri 5-dir. Bura 3, bu 5 olsa, buranı da birləşsək 5, buranı da birləşsək 3. Deməli, KM də 2-dir. Onda buradan çıxır ki, O1 bərabərdir 5 üstə gəl KM üstə gəl 3. KM də 2 olduğu üçün toplam olur O1 10. Onda biz bunu paralel uzatsaq, buradan paralel çəksək, bura olur 5. Deməli, AB məsafəsi ilə olur. Burada bir dənə S yazsaq, AB məsafəsi paralel çəkdiyimiz üçün elə OC-yə bərabər olur. Onda burada biz düzbucaqlı üçbucaq alırıq. Düzbucaqlı üçbucaq katetləri, katetin biri olur 8, hipotenuz da olur 10. Onda Pifagor teoremi görə bura olur OC, O1, burada OC də olur 6. Çünki 6-nın kvadratı 8-in kvadratı bərabərdir 10-un kvadratı. Elə OC də bizdə AB-yə bərabər olduğu üçün cavab olur 6, yəni B bəndi. AB məsafəsi olur 6 santimetr. Yəni cavab B 6 santimetr. 16-cı sual. X kvadrat çıxılsın 2x minus 1 bölü 4 kiçikdir 0. Hər tərəfini 4-ə vursaq 4x kvadrat çıxılsın 2x üstə gəlib 1 kiçikdir 0. Bu bərabərsində köklərini tapsaq, deməli, diskriminant bərabərdir B kvadrat. Əslində, belə də yaza bilərik. Elə bu 2x çıxılsın 1-in kvadratıdır. Kiçikdir 0. Burada isə 2x çıx 1-in kvadratı həmişə müsbət olduğu üçün 0-dan kiçik olmur. Yəni, cavab elə olur burada boş çoxluq. Cavab Y bəndi boş çoxluq. 17-ci sual. 1 plus kökdə 5 bərabərdir x olarsa, kök altında 14 çıxaltı kökdə 5 ifadəsi x ilə ifadə edin. Deməli, bunu yazırıq. 14 çıxılsın. Kökün qabağında 2 saxlayıb, 2 vur 3 kimi yazanda, 3-ü isə kökün altına salsaq, 3-ün kvadratı vur 5. Bu istəyirik ki, 14 çıxılsın. 2 kök altında 45. Deməli, onda bu isə bərabərdir. 14 deməli toplayanda 14, vuranda 45 eləyən. Bu isə 9 ilə 5-dir. Çünki vuranda 45, toplayanda 14. Yəni, buradan da alırıq o zaman kökdə 9, çıxılsın kökdə 5. Yəni, bu da eləyir 3 çıx kökdə 5. İndi isə 1 plus kökdə 5 bərabərdir x-dan. Kökdə 5-i tapsaq eləyər x minus 1. Gətir, burada yerinə yazsaq 3 çıxılsın. Mötərizdə x minus 1. Mötərizəni açdıqda isə alırıq ki, 4 minus x. Cavab olur 4 minus x, yəni D bəndi. 18-ci sual. Radiusları 6 cm və 10 cm olan iki çevrə daxildən toxunur. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni soruşan zaman böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxmış oluruq. Yəni, bura radius 6-dır. Bura bir dənə A yazsaq. AO 10-dur. AO1 isə 6-dır. Onda radiuslar arası məsafə OO1 bərabərdir. 10 çıx 6, o da bərabərdir 4. Yəni, cavab Y bəndi 4 olmuş olur. 19-cu sualda isə deməli, tənliklər sistemindən x-i tapın deyir. Bunun üçün birinci tənliyin hər iki tərəfini 3-ə vursaq, 9x üstə gəl 3y bərabərdir 33. 2x çıx 3y bərabərdir 11. Alt-alta bunları toplasaq, 11x bərabərdir 44. X də bərabərdir 4 almış olaraq. Yəni, cavab Y bəndi 4. 20-ci sualda isə perimetri 36 cm olan rombun iti bucağı 60 dərəcə olarsa, onun kiçik diaqonalını tapın. Deməli, iti bucağı 60 dərəcədir. Perimetri 36-dır. 4A bərabərdir 36. A bərabərdir 9.
İndi romun bütün tərəfləri bərabər olduğu üçün və bucaqlarından da bərabər yanlı üç bucağında bucaqlarından biri 60 olarsa, onda ilə o bərabər tərəfli üç bucaq olmuş olur. Yəni bu bucaqlarda 60-60 olmuş olur. O zaman elə kiçik diagonal da tərəfə bərabər olmuş olur. Yəni cavab C bəndi 9 sm olmuş olur. 21-ci sualda isə modulda x-1 bölsün 3 mənfi 3 çıx x böyükdür 0. Modul həmişə müsbət olduğu üçün burada deməli mənfi 3 çıx x böyükdür 0 olacaq. Və yaxud da yenə də biz bunların sıfırlarını tapsaq, deməli modulda x-1 bərabərdir 0, x bərabərdir 1, mənfi 3 x bərabərdir 0, x bərabərdir mənfi 3, ədəd oxu üzərində qeyd edirik, deməli mənfi 3, 1. 1-in sağında, solunda işarə eyni olacaq, çünki modulda x-1 həmişə müsbət olur. Ona görə 1-in sağında da sağ tərəfdə qiymət versək, məsəl üçün 2 qoysaq, cavab edir mənfi, müsbət. Buradan isə müsbət olduğu aralıq x daxil olur, mənfi sonsuzluq, mənfi 3. Mənfi 3 daxil olmur, 1 də daxil olmur, çünki böyükdür 0. Ona görə cavab olur C bəndi, mənfi sonsuzluq, mənfi 3. 22-ci sual. Paralleqramın iki daxili bucağının cəmi 230 dərəcə olarsa, onun iki bucağını tapın. Biz bilirik ki, paralleqramın bir tərəfə düşük daxili bucaqların cəmi 180 dərəcədir. Yəni, bucaq A, bucaq B bərabərdir 180. Burada demək ki, iki kör bucağın cəmi 230 olur. Yəni, bucaq B plus bucaq D bərabərdir 230. Bucaq B ilə bucaq D isə qarşı-qarşıdır, bucaqlar bərabər olduğu üçün 230-un yarısı olur 115. Onda bucaq A bərabərdir 180 çıx bucaq B, bu da bərabərdir 180 çıx 115. Bu isə edir 65 dərəcə. Yəni, onda iti bucaq olur 65 dərəcə. Yəni, cavab D bəndi. 23-cü sualda isə ABCD düzbucaqlı trapeziyasında BC perpendikulyardır CD, AD perpendikulyardır DC. AY bərabərdir BY, YD 13 cm və CD 10 olarsa, ABCD trapeziyanın sahəsi neçə kvadrat santimetrdir? Bu orta nöqtə olduğu üçün və Y nöqtəsindən oturacaqlara paralel düz xətt parçası çəkdiyimiz zaman, demək ki, buradan biz alırıq ki, 7 13-dür, CD isə 10-dur. Bu da orta xətt olduğu üçün, onda CD 10 olduğu üçün, bura bir dənə H yazsaq, bura 5 olur. Onda Pifagor teoremə görə orta xətti tapa bilərik. Yəni, YH kvadrat bərabərdir 13-ün kvadrat çıx 5-in kvadrat. Bu da 144. Onda YH burada olur 12. Deməli, orta xətt 12-dir. Hündürlük isə, CD isə hündür olur. Trapeziyanın da sahəsi YH vurulsun CD. Yəni, orta xətt vurulsun hündürlük olduğu üçün, orta xətt 12, hündürlük də 10 olduğu üçün cavab olur 120. Yəni, ABCD trapeziyanın sahəsi olur 120 kvadrat santimetr. 24-cü sual 8 bucağının bir təpəsindən çıxan diagonalların sayını tapın. Biz bilirik ki, düzgün çoxbucağının, ümumiyyətlə çoxbucağının bir təpədən çıxan diagonalların sayı n-3-ə bərabərdir. n-3, burada n isə 8 olduğu üçün 8 çıx 3 bərabərdir 5. Yəni, bir təpədən çıxan diagonalların sayı 5-ə bərabər olmuş olur. Cavab 5. 25-ci sualda isə tənliyi həll edin. Bunun hər tərəfini 2 ilə 3-ün əkobu 6 olduğu üçün 6-ya vursaq, deməli 3 vurulsun 3x plus 4, üstə gəl 2 vurulsun 2x minus 6 bərabərdir 6 vur 52. Buradan 9x plus 12, 4x çıx 12 bərabərdir 6 2-nin 12, 6 5-in 30, 312. 12-lər islah oldu.
13 x bərabərdir 312. 312-ni də 13-ə bölsək 2 dəfə 26, 52-də də 4 dəfə. Deməli cavab olur 24. Yəni tənliyin kökü olmuş oldu 24. Burada isə üçbucağın xarici bucaqlarının ikisi alfa, beta və bucaqlara qonşu olmayan daxili bucaq qammadır. A, B, C. Deyək ki, bura alfa, bura beta. Qonşu olmayan daxili bucaq isə qammadır. Alfa plus beta plus qamma 280 dərəcədir. Onda buna yaza bilərik 180 çıx alfa. Buna isə yaza bilərik 180 çıx beta. Daxili bucaqların, üçbucağın daxili bucaqların cəmi 180 çıx alfa, 180 çıx beta üstə gəl qamma bərabərdir 180. Buradan isə alırıq ki, alfa plus beta çıx qamma bərabərdir yenə 180. Çünki sağa keçsək alfa plus beta çıx qamma 180 ilə 181 gedir, qalır elə 180. Alfa plus beta plus qamma üçünün cəmisi 286 dərəcədir. Bizdən qammanı soruşduğu üçün alt-alta çıxsaq, onda 2 qamma bərabərdir 286 çıx 180, o da eləyir 106. Buradan isə qamma bərabərdir alırıq 53 dərəcə. Cavab olur qamma bərabərdir 53 dərəcə. 27-ci sual. Uyğunluğu müəyyən edin. A kvadrat plus 6AB plus 5B kvadrat. Birinci bunu vuruqlara ayırsaq, deməli, bu A üstə gəl 5B, A plus B. Toplayanda 5, vuranda 6, toplayanda daha doğrusu 6, vuranda 5 olan 5 ilə 1-dir. Ona görə A plus 5B, A plus B yazırıq və yaxud da oxşar toplananlara ayırma alanda vuruqları ayıra bilərik. Yəni, bu şəkildə yaza bilərik. 6AB-ni yaza bilərik. A kvadrat üstə gəl 5AB, üstə gəl AB, üstə gəl 5B kvadrat. Buradan isə yaza bilər birinci və ikincidən A-nı çıxarsaq A plus 5B, B-ni çıxarsaq A plus 5B. Buradan isə alırıq ki, A plus 5B vurulsun A üstə gəl B. Deməli, baxırıq, vuruqlarından biri A plus B-dir. Onda 1-ə gəldi C. Sonra ikinci vuruqları ayırsaq A kub çıx B kub kimi müxtəsər məcusuna yazsaq A çıx 2B, A kvadrat üstə gəl 2AB plus 4B kvadrat. Buradan isə A çıx 2B ikinciyə uyğun olur. A çıx 2B vuruqlarından biri A çıx 2B olur. Üçüncünü isə yenə A kvadrat çıx B kvadrat kimi vuruqları ayırsaq A çıx 2 çıx B plus 2 A çıx 2 üstə gəl B çıx 2. Bu da bərabərdir. Alırıq A çıx B vurulsun A plus B çıx 4. Vuruqlarından biri A çıx B, yəni 3-də də olur A bəndi. 1C, 2B, 3A olmuş olur cavab. 28-ci sual. Məhsul maya dəyərindən 15 manat aşağı satılarsa 5% zərər edər. Bu məhsul 360 manata satılarsa neçə faiz gəlir əldə edər? Deməli, 5% 15 manat olub. 100% X. Bu da 15 vur 100 böl 5. Buradan alırıq ki, məhsulun maya dəyəri 300 manatdır. İndi 300 manatdan satıb 360 manat. 60 manat qazanc edir. Onda 60 böl 300 vur 100 faiz. Bu da deyir 20%. Deməli, məhsulun satışından 20% gəlir əldə edər. 31-ci sualda deyir, BNC qövsünə BMC qövsünə nisbəti 7, 11-dir. Deməli,
Onda bura 7K, bura 11K yazsaq, 7K üstə gəl 11K bərabərdir 360. 18K bərabərdir 360. K olar 20 dərəcə. Onda BNC qövsü olduğu üçün 7K bu 140 dərəcə. Onda bucaq BAC bərabərdir 180 dərəcə çıxılsın BNC qövsü. Yəni 180 çıx 140. Bu isə bizə verir 40 dərəcə. Yəni cavab oldu 40 dərəcə. 30-cu sualda isə şəkildə AD və CD tənbölənlər olarsa, isbat edin ki, bucaq D bərabərdir 90 çıxılsın bucaq B bölünsün 2. Deməli, biz bura yaza bilərik ki, 180 çıx 2 alfa. Bura isə yaza bilərik 180 çıx 2 beta. Bura x desək, burada y desək, yəni elə ki, biz ispat etməli y bölü 90 çıxılsın x bölü 2. Deməli, o zaman biz yaza bilərik burada bucağın daxili bucaqların cəmi 180 olduğu üçün 180 çıx 2 alfa 180 çıx 2 beta üstə gəl x bərabərdir 180-ə. Bir tərəfdən də yaza bilər. Buradan alfa plus betanı tapsaq, daha doğrusu buradan deməli alfa plus beta bu 180-lərin biri getdi. 2 vurulsun alfa plus beta bərabərdir 180 plus x. Buradan da alırıq ki, alfa plus beta bərabərdir 180 üstə gəl x bölü 2 90 üstə gəl x bölü 2. İndi alfa plus beta üstə gəl y o da bərabərdir 180. Buradan da alırıq ki, y bərabərdir 180 çıxılsın alfa plus beta. Alfa plus betanın da yerinə 90 plus x bölü 2 yazdığımız zaman alırıq ki 180 çıx 90 ilə 90 çıxılsın x bölü 2. İsbat olmuş oldu. Yəni y bərabərdir 90 çıxılsın x bölü 2. İndi isə ikinci qrupda situasiya sualına baxaq. Deməli, situasiya yeni yaşayış kompleksi adlanır. Dairə şəklində yaşayış kompleksi və onun xaricinə çəkilmiş üçbucaq şəklində isə yolların inşasına başlanır. Üçbucaq şəklində olan yollar ilə dairə şəklində olan yaşayış kompleksi arasında 16.200 kvadrat metr boş ərazinin 20%-nə gəzinti üçün şəkillər çəkmək, qalan hissəsinə isə ağac əkmək planlaşdırılır. 28-ci sual. Deməli, perimetri 9 metr olan üçbucağın tərəfləri 5 bölü 12 bölü 13 nisbətində olarsa, dairəvi şəkildə olan yaşayış kompleksinin radius uzunluğunu tapın. Birinci, burada biz üçbucağın tərəflərini tapaq. 5K üstə gəl 12K üstə gəl 13K bərabərdir 9. Perimetri 1-2 bütün tərəflərin cəmidir. 30K bərabərdir 900, K bərabərdir 30-a. Onda üçbucağın tərəfləri 5K bərabərdir 5 vur 30, 150. 12K bərabərdir 12 vur 30, 360. 13K bərabərdir 13 vur 30, 390. Bir də biz burada görürük ki, üçbucağın tərəfləri 5, 12, 13 isə 5-in kvadratı üstə gəl 12-nin kvadratı bu 13-ün kvadratına bərabər olduğu üçün deməli bu düzbucaqlı üçbucaqdır. Deməli ilə bu şəkildə gördüyümüz əslində bu düzbucaqlı üçbucaq formasındadır. Bunun üçün də deməli bunun tərəfləri biri 150, bir tərəfi 360, bir tərəf isə 390. Deməli katetləri 150, 360, 390 olan təbii ki düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirənin radiusunu tapmalıyıq. Burada da düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirənin radiusda katetlərin cəmi çıxılsın hipotenuz bölünsün 2 idi. Ona görə burada katetləri toplayıb bölürük 2-yə.
toplayıb pipetonu çıx bölür 2-yə. 360-ın da üstünə 150 gəlib. 390 çıxsaq, edir 120 bölü 2. Bu da olur 60. Deməli, onda yaşayış kompleksinin radiusunun uzunluğu 60 metr olur. Cavab olur 60 metr. 29-cu sual isə yolun uzunluğunun, yəni üçbucağın perimetrin 18-də 7 hissəsinin asfaltlanması bitmişdir. Daha neçə metr asfaltlanmalıdır ki, yolun 75% asfaltlanmış olsun? Deməli, yolun üçbucağın perimetri 900-dür. Birinci 900-ün 18-də 7 hissəsini tapırıq. 918-ə bölgdə 50, 50 vur 7, 350. Deməli, 350 metr asfaltlanıb. Deyib, daha neçə metr asfaltlanmalıdır ki, yolun 75% asfaltlanmış olsun. 350 üstəgəl x bölsün 900. Bu da 75%. 75% də 4-də 3 deməkdir. 9 ilə 4-ü x çarparsak qalır 225. Ona görə 350 plus x bərabərdir 3 vur 225. Buradan da 350 üstəgəl x 325-ə vuranda, deməli 3-ü 225-ə vurduqda 675 edir. X də bərabərdir 675 çıx 350. 675-dən 350 çıxanda 325 metr qalır. Daha 325 metr asfaltlanmalıdır ki, yolun 75% asfaltlanmış olsun. 30-cu sualda isə 32 kvadrat metrə bir ağac əkilməsi nəzərdə tutularsa, planlaşdırılan əraziyə ağac əkmək üçün neçə ağac tingi lazımdır? Deməli, ümumi sahə 16.200 kvadrat metrdir. Bunun 20%-nə səki çəkiləcək, 80%-nə ağac çəkiləcək. Deməli, 16.200-ün 80%-ni tapırıq. 16.200 vur 80 böl 100. Bu isə bərabərdir 12.000. Bunu vursaq, hesablasaq, 162 vur 80. 8 üçün 16, 8 altın 48, 49, 8 1 1296. Yəni 12.960. 12.960 kvadrat metrə ağac əkilməlidir. İndi 12.960 kvadrata x, 32 kvadrat metrə isə bir ağac. Deməli, tənasübən tapsa buradan isə olur ki, x bərabərdir 12.960 bölünsün 32. Bunu da kənarda bölsək, 12.960 böl 32. Burada 4 dəfə düşər, 4 üçün 8, 128. 102 rəqəm yetim. Burada da 5 dəfə. Deməli, olar 405. Deməli, 405 ağac tingi lazımdır. Cavab oldu 405. Beləliklə, bütün sualların izahını verdik. Diqqətiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Çox sağ olun. Hər birinizə təşəkkür edirik. Və gələcək imtahanlarda sizə uğurlar arzulayırıq. Sağ olun. Özünüzə yaxşı baxın. Allah amanında.